Bu nədir belə? Bu qədər ilik olar dostum. Yeməkləri yeniləmişik. Yaxınlar zəhmət olmasa çək. Quzu şırdanı, həmin o gözlənilən quzu şırdanı və fərqli dadla 5 manata endirildi yeni ilin sonuna qədər və əsas təqdim etmək istədiyim sizə bax budur. Bunun adına ürəkdərilər. Həqiqətən də super bir dadı var. Mumbar da adı. Üzəri bağırsaqdır. İçin demirəm. Gəlin özünüz yeyin, baxın, fikrinizi də bildirin. Zəhmət olmasa çək əli. Bismillah. Çox fərqli, dəyərli dostlar. Çox fərqli. Usmaq baxaq, usmaqla. Möhtəşəm. Dad möhtəşəm, dəyərli olsa çəksin də. Bunun qiyməti, bu porsun qiyməti 5 manatdır. Sümüyümüz də gəlib dostlar. İndi dadına baxacağıq. Ətraflı deyəcəm sizə. Vah, maşallah. Bu süperin süperi. Möhtəşəmin möhtəşəmi. Fikirlərimi izahləyə bilmirəm, dəyərli dostlar. Dadı çox gözəldir, həqiqətən gözəldir. Yəni bu fərqli bir dadı idi. Məsləhət görürəm ki, gəlib mumbar yeyib yoxlayasınız, siz də öz fikirlərinizi bildirəsiniz. Vallahi bundan sonra canıma baxacağım. 1001 dərdin dərmanı. 1001 dərdin ha. Yəni bunun tərkibində nələr var? Xahiş edirəm yazın rəy bölməsinə. Ölünü dirildir. Bu nədir belə? Dostlar, bax, gəlirsiniz bura. Bu sümüyü sifariş verirsiniz, yiyirsiniz. Bu qədər içində ilik olmasa, gəlib tüfürürsünüz mənim bu üzümə. Çünki belə bilsiniz, buranı bronləyiblər məndə də. Yəni 100% sümüklərimiz hamısı belə pisməsin bu qaydada gəlir. İçi baba, ətə baba, maşallah, maşallah. Vay. Gəli bunu çəkə yaxından. Bu qədər ilik olar dostum. Oy. Top dolu da dostlar, top dolu. Gözü necə rahat deyirəm, rahat. Çünki bir neçə dənəsi yemişəm. Vallah deyirəm, dada doyum olmaz. Düzdür, mən sümük əvvəllər demişəm də, dadın son nöqtəsi budur. Bilmək istəyirsiniz. Amma mumbarı da mən çox bəyəndim. İndi çiğ köftə ilə şırdan haqqında danışacağım. Quzu şırdanı. Mumbarın dadına mütləq gəlin baxın və keçək bizim quzu şırdanına. Şırdanı bu boyda verirsiniz. Şimdi gətirdim quzu şırdanı. Gəlin. Maşallah. Çəkəlim. Mən də deyirəm bu quzu şırdanı. Vallah deyirəm niyə tərifləyirlər. Ondan Allaha belə şey yoxdur vallah. Deyirəm gör dada bax. Şırdan sən demə balaca olanda bu qədər dadı dəyişirmiş. Allah Əşrəf əmiyə can sağlığı versin. İnşallah onun sayəsində biz dadar bularım. Allah deyirəm belə mükəmməl dad. Mən şokdayım.
Bunların hamısını yiyəcəm inşallah. Saplar qarışıq dostlar. Değerli dostlar, çiğ köftənin yanında limon olmalıdır, unudublar. Amma siz belə deyim də gələndə unutsalar mütləq xatırladın. Ümid edirəm ki, unutmazlar. Yoxlayaq. Bismillah. Götürək mumbarın, limonun, sağ baxaq. Ay maşallah, maşallah. Bugün mən cavanlaşdım. Vallahi billah. Maşallah. Sigaret çəkənlər çəkməsin. İçki içənlər içməsin. Bax, o pis vərdişlər var, qumar var, odur, o birisidir. Vallahi bu ləzzətlər sizə görədir. Andol Allah'a, gəlin bunları dadın. Vallahi deyirəm, maşallah. Əli bağışlayır da, Əli. Əli məni bağışlayır da. Ay maşallah. Bax, dəyərli dostlar, bunların hamısını yiyəcəm, sözsüz. Mənim yeməyimi də bilirsiniz də. Bunu çəkəliyim. Oy, oy maşallah. Yağa bax içində. Oy, 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 oy. Dostlar, bunu mən yedim. Siz də dadmaq istəyirsinizsə, sümüyü 5 manatdır, çiğ köftə 3 manatdır. Çək çiğ köftənim. Mumbar 5 manatdır. Şırdan da 5 manat. Yeni ilə qədər də belə deyək, endirmə düşdü. Ünvanımız Şabran şəhəri Ulu Öndərin adına olan parkdadır. Yəni Heydər Əliyev adına olan parkın mərkəzində ailə istirahət mərkəzidir. Vallahi gəlin, pis vərdişlərdən yayının. Bu qədər. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.